Ramazana hazırlıq mövzusunda qəlb əməllərindən, qəlb əməllərini təmin etmək, gerçəkləşdirmək haqqında davam etdiririk. Qəlb əməllərindən biri də namazda xuşunu, yəni mütiliyə əldə etməkdir. Abdullah ibn Şixir deyir ki, Ra'aytu Rasulullah sallallahu aleyhi və səlləmə yusalli və fi sadrihi əzizun kəəzizir milcəli minəl buka. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmi namaz qılarkən gördüm, onun köksündə yəni qazan qaynadığı kimi ağlamaqdan yəni səs var idi. Yəni ağlayırdı, elə bil ki, köksündə qazan qaynayır. Ayşə radiyallahu anh deyir ki, Ləmməşdəddə bi Rasulillahi sallallahu aleyhi və səlləmə vəcəuhu. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin ağrısı şiddətləndiyi zaman ona deyilir ki, Muru Əbə Bəkrin fəlyusalli bin nəs. Namaz haqqında, namaz vaxtı çatı və o isə deyir ki, Əbu Bəkrə əmr edin ki, insanlara namaz qıldırsın. Və Ayşə radiyallahu anhə deyir ki, Əbu Bəkir qəlbi yumuşaq bir kişidir. İdə qara qələbəhul buka, oxuduğu zaman özünü saxlaya bilmir. Ağlamaqdan özünü saxlaya bilmir. Alqamə ibn Əbi Vaqqas deyir ki, Ömər radiyallahu anhu İşə namazında Yusuf surəsini oxuyur. Mən isə səhvin axırında idim. Yusufu zikr elədiyi zaman onun ağlamasını eşitdim. Yəni axırıncı səhvlərdən. Və Abdullah ibn Urva ibn Zübeyir deyir ki, mən nənəm Əsmaya dedim ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri Qur'anı eşitdikləri zaman necə olardılar? Deyir ki, onların gözləri yaşarardı və onların dəriləri ürpəşərdi. Necə ki, Allah Teala onları vəsf etmişdir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm namazda, yəni xuşu içərisində olur və eyni zamanda sahabələri də namazda müti olardılar. Yəni ruhən və cismən namazlarını qılardılar. Namazda xuşu içərisində olmaq, yəni müti şəkildə namazı qılmaq, bu qəlb əməllərindəndir və onun uca bir dərəcəsi var. Və namazda bunun, yəni namazda xuşunu əldə etməyin əhəmiyyətini bəyan edən bir neçə məna vardır. Onlardan birincisi, namazda xuşunu əldə etmək axirətdə qurtuluşa çatmağa səbəbdir. Onu aparan bir yoldur. Və həmçinin cəhənnəmdən qorunmağa və cənnətə aparan bir yoldur. Allah Teala buyurur, "Qad əfləhəl mu'minun." Möminlər artıq nicat tapdılar. "Əlləzinəhum fi salatihim xaşiun." O möminlər ki, namazlarını xuşu içərisində qılırdılar. Və həmçinin bunun əhəmiyyətini bəyan edən səbəblərdən biri də mənalardan namazda xuşu içərisində olmaq, yəni mütiliyə əldə etmək günahların silinməsinə səbəbdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mə min imriyin muslimin tahduruhu salatun məktubə və yuhsinu vudu'aha və xuşu'aha və ruku'aha." Hər hansı bir müsəlmana namaz vaxtı, yəni fərz namazı gəlib çatdığı zaman dəstəmazını gözəl alarsa və orada xuşunu və rükunu gözəl şəkildə edərsə və o namaz bundan əvvəlki günahlara kəffarı olar. Mələm yu'tə kəbira, böyük günah etmədiyi təqdirdə və bu da il boyu belədir. Və həmçinin xuşunun əhəmiyyətinə dəlalət edən mənalardan biri də odur ki, namazda xuşu içərisində olmaq insanın müsibətlər zamanı, fitnələr zamanı sabit qalmasına səbəbdir. Allah Teala buyurur, "Vəstə'inu bis-sabri vəs-salâ və innəhə ləkəbiratun illə aləl-xaşi'in." Səbir və namazla Allahdan yardım diləyin. Həqiqətən namaz ağır, böyük bir şeydir. Xuşu içərisində olanlardan, yəni qorxanlardan başqa. "Əlləzīnə yazunnūnə ennəhum mulaqu rabbihim və ennəhum ileyhi raciun." O kəslər ki, onlar yəqin olaraq Rəbbi ilə görüşəcəklərini bilir və ona qayıdacaqlarını yəqin olaraq bilirlər. Və həmçinin
Diğer ayədə Allah Teala buyurur: "Ya eyyuhellezine amenu ista'inu bis-sabri ve's-salah." Ey iman gətirənlər, səbir və namazla yardım diləyin. İnnallaha ma'as-sabirin. Allah Teala həqiqətən səbr edənlərlə bərabərdir. Və la taqulu limen yuqtalu fi sabilillahi amwat. Və Allah yolunda öldürülənlərə ölülər deməyin. Bəl əhyaun, əksinə onlar diridirlər. Və lakin la təş'urun, lakin siz bunu hiss etmirsiniz. Və lənəbluvannakum bi şey'in minəl xawfi vəl cu'i və naqsin minəl əmvali vəl anfusi vəl thəmarat və bəşşiris sabirin. Sizi mütləq biraz qorxu, biraz aclıq, malların, canların və meyvələrin azalması ilə imtihana çəkəcəyik. Səbr edənləri müjdələ. Tahir ibn Aşur rahimehullah deyir ki: "Ya eyyuhellezine amenu ista'inu bis-sabri ve's-salah." Yəni ey iman gətirənlər, Allah Teala'nın sözü, ey iman gətirənlər, səbir və namazla yardım istəyin. Allah Teala səbr edənlərlə bərabərdir. Yəni burada yəni iki nemətin iki məsələ keçir. "Və liutimme ni'meti aleykum." Sizə olan nemətimi tamamlayacağam. "Və lənəbluvannakum bi şey'in minəl xawf." Və sizi mütləq qorxu ilə, biraz qorxuyla imtihana çəkəcəyik. "Liyakuna nasihatan li'ilacil amrayn." Yəni bu, yəni iki işin müalicəsi üçün bir nəsihətdir. Həm nemətin tamamlanması, hidayətin tamamlanması və həmçinin bəlanın, imtihanın aradan qalxması üçün. Ummu Sələmə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gecə oyanır və deyir ki, Subhanallah, mədə unziləl leylətə minəl fitən. Yəni, bu gecə, Subhanallah, bu gecə nə qədər fitnələr nazil edilmişdir, nə qədər xəzinələr açılmışdır. Əyqidu savahibəl hucar və otaqda olan qadınları oyadın. Fərubbə kəsiyyətin fid-dunya ariyyətin fil-axirə. Yəni, bəzi dünyada geyinmiş olanlar ahirətdə çılpaq olacaqlar. Yəni, bu da onu bildirir ki, insanın fitnələrdən qorunmasına səbəb insanın namazıdır. Və Hüzeyfə ibn Yəmən radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm başına bir iş gəldiyi zaman namaz qılardı. Və insanın namazda olan xuşunun miqdarına görə, onu dərk etməsinə görə əcri, savabı hasıl olur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnə rəculə ləyansarifu və mə kutibə ləhu illə uşru salatihi tus'uhə. Yəni, insan namazdan çıxdığı zaman namazın 10'da biri, 9'da biri, 8'də biri, 7'də biri, 6'da biri, 5'də biri, 4'də biri, 3'də biri və yarısı ona yazılır. Yəni, namazın hansı hissəsini anlayıb, dərk edibsə, o hissəsinin savabı ona çatır. Və həmçinin xuşunun əhəmiyyətini dəlalət edən mənalardan biri də insan namazda nə qədər xuşu əldə edərsə, bir o qədər də ləzzət, ünsiyyət və köksünün genişlənməsi, rahatlığı, yəni qəlb tuma'ninəsinin rahatlığını əldə edir. Allah Teala buyurur, Ələ bi zikrillahi tatmainnul qulub, bilin və agah olun ki, qəlblər Allahı zikr etməklə rahatlıq tapır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi ki, Ya Bilalu ərihnə bis-salat. Ey Bilal, bizi namazla rahatlandır, yəni iqamə ver. Yəni biz namaza girərək, namaza daxil olaraq namazda rahatlığımızı tapaq. Və həmçinin buyurardı ki, Və cu'ulət qurratu ayni fis-salah, və mənim göz bəbəyim, göz aydınlığım, sevincim namazda edilmişdir. Və həmçinin xuşunun əhəmiyyətinə dəlalət edən mənalardan biri də insan namazını nə qədər mütiliyi, xuşunu əldə edərsə və bir o qədər də onun təsiri və səmərəsi olur və bir o qədər də insanı çirkin və fühş əməllərdən uzaqlaşdırmasına səbəb olur. Çünki Allah Teala buyurur, Və aqimis-salə, sən namazı iqamə et, yəni doğru, düzgün şəkildə qıl. İnna-salətə tənhə anil-fəhşəy vəl-munkər, həqiqətən namaz insanı bütün çirkin və fühş əməllərdən uzaqlaşdırır. Yəni, hansı namaz uzaqlaşdırır? Yəni, xuşu içərisində düzgün şəkildə qılınan namaz insanı uzaqlaşdırır. Nə qədər namaz qılanlar vardır ki, onların namazları onları çirkin və fühş əməllərdən uzaqlaşdırmır. Nəyə görə? Namazı müthiş şəkildə və şərtlər, rükunlar, vacibləri ilə dərk edərək qılmadığına görə. Və xuşu deyildiyi zaman nəzərdə tutulan nədir? Qəlbin Allahın qarşısında müti, zəlil şəkildə durması və bütövlüyü ilə Allaha yönəlməsi. Necə ki, insan üzü ilə qibləyə yönəldiyi kimi, qəlbi ilə də Allaha yönəlməsidir. Yəni, xuşu, mütilik namazın ruhu və həyatıdır. Xuşusuz namaz ruhsuz bədən kimidir.
Yəni mömin insan Rəbbinin qarşısında durduğu zaman onun əzəmətini xatırlayır və ona tərəf qəlbi ilə ona yönəlir və oxuduğu surələrin, təsbihin, duanın, yəni zikrin, duanın və yalvarışını Allah Teala eşitdiyini xatırlayır və bunu əmin olur, yəqin olur və buna görə qəlbi onun qarşısında sınır. Həm sevərək, həm də ucaldaraq, Allahı təzim edərək. Hinəhə ta'rucu ruhu iləl mələkutul a'la və bu zaman onun ruhu göylərə qalxır, Rəbbinə yaxınlaşır və Rəbbi də ona yaxınlaşır. Necə ki Allah Teala buyurur: "Vascud vaqtarib", səcdə et və yaxınlaş. Və necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: "Aqrab ma yakunul abdu min rabbih və huve sacid." Qulun Rəbbinə ən yaxın olduğu an, hal səcdə anı, səcdə halıdır. Və elə bil ki, insan səcdədə olduğu zaman göyə qalxmış olur və namazda olan mütiliyinə görə Rəbbinə yaxınlaşmış olur və bununla da onunla Rəhman arasında bir əlaqə yaranır və imanın şirinliyini insan hiss edir və bununla cənnət qapılarına daxil olur. Həm axirət cənnətindən əvvəl dünya cənnətlərinə daxil olur. Dünya cənnəti də nədir? Dünyadakı cənnət insanın Allahla ünsiyyət tapması, ona yaxınlaşması və onunla danışığın ləzzətini hiss etməsidir. Onunla tək qalmağın ləzzətini hiss etməsi və bununla insanın qəlbi möhkəmlənir və həmçinin nəfsi o dünyanın o şaxələrindən, vadilərindən, tozlarından təmizlənir, rahatlanır. İbn Teymiyyə rahimehullah buyurur ki, dua edən və səcdə edən ruhunu Allaha yönəldir. Ruhun da ona münasib şəkildə göyə qalxması vardır və Allaha yaxınlaşır. Yəni bu qarışıqlıqlardan xilas olduğuna görə. Yəni Allah Teala ona yaxın olur. Və həmçinin buyurur ki, "İnne ruhal musalli." Yəni namaz qılan insanın ruhu səcdədə ikən Allaha yaxınlaşır. Yəni baxmayaraq ki, bədəni mütəvazi, yəni təvazökar bir haldadır. Allahın qarşısında əyilib, amma ruh isə göyə qalxır. Və buna da dəlillər dəlalət etmişdir. Və ola bilsin, doğrusunu Allah bilir. Və bu da namazın Peyğəmbər sallallahu aleyhi və səlləmə İsra və Meyrac, yəni göyə qalxdığı zaman fərz edilməsinin sirlərindən biridir. Hansı ki, digər ibadətlər göydə fərz edilməmişdir, namaz göydə fərz edilmişdir. Belə ki, Allah Teala onu vasitəçisiz və tərcüməkisiz danışmışdır və ona namazlar fərz olunmuşdur və insanın da qəlbi 5 namazda Allahla bağlı olsun deyə. Bəl əksəru min zəlikə və bundan da daha çox olan fərzlərdən sonra insan ratibələri də qoruyarsa, nafilə ibadətləri də və buna mane olan bir şey olmaz və onunla Rəbbi arasında bir vasitə olmaz və insan Rəbbinin qarşısında əyilərək, yəni öz sıxıntılarını Rəbbinə ərz edir və o sıxıntıların aradan qalxmasına səbəb olur. Yəni namaz ümumiyyətlə insanın həyatının dəyişilməsinə səbəbdir əgər düzgün, doğru şəkildə yerinə yetirilərsə, yəni xuşu içərisində, müthiş şəkildə. Deməli, bu xuşu da namazda müthiş şəkildə olmaq, mütiliyi əldə etmək qəlb əməllərindəndir. Və buna görə də Ramazana da hazırlığa aiddir. İnsan namazını əsas olan, yəni namaz orucdan da daha fərzdir. Yəni necə ki, oruca hazırlaşırıq və ondan öncə namazımızı düzəltməliyik ki, Ramazan ayında daha yaxşı faydalanmağımız üçün.